1960-cı illərin sonunda San Fransisko küçələri heç kimin tanımadığı bir qatilin vahiməsi ilə sarsıldı. Bu qatil sadəcə qurbanlarını seçmir, həm də redaksiyalara göndərdiyi sirli məktublarla bütün polis təşkilatına meydan oxuyurdu. İlk cinayətdən sonuncu rəsmi qurbanadək baş verən qanlı hadisələr xronoloji ardıcıllıqla təqdim edilir. Şifrələnmiş mesajların arxasında gizlənən manipulyasiyalar və təhqiqat zamanı yol verilən kritik səhvlər tək-tək üzə çıxır. Əsas şübhəlilərin profilləri və illərdə açılmayan o məşhur kodların sirləri faktlarla təhlil edilir. 10 illiklər keçsə də hələ də cavabı tapılmayan sualın Zodiac əslində kim idi? Sualının arxasındakı qaranlıq mənzərə indi bütün detalları ilə qarşınızda. Zodiac aid edilən ilk qətillər 1968-ci il dekabrın 20-sində məktəbli gənclər Beytullu Jensen və David Arthur Faraday-in güllələnməsi idi. Faraday Vallejo liseyində, Jensen isə Hogan liseyində oxuyurdu. Saat 20:30-da Faraday Jenseni götürdü və cütlük əvvəlcə Jensenin bir dostunu ziyarət etdi. Saat 21:00-dan sonra onlar Vallejonun kənarına doğru yola çıxdılar və Benisiya şəhərinin sərhədləri daxilində Lake Herman yolu üzərindəki bir aşiq məhəlləsində maşını park etdilər. Saat 22:15 ilə 22:30 arasında yoldan keçən bir sürücü onların bir su nasos stansiyasının darvazasının yaxınlığında çınqıllı yolda park etdiyini gördü. Saat 23:00-da isə onlar yenidən müşahidə olundular. Saat 23:05 ilə 23:10 arasında Faraday və Jensenə hücum edildi. Polis müəyyənləşdirdi ki, hücum edən şəxs öz avtomobilini Faraday'nin maşınının sərnişin tərəfində təxminən 3 metr məsafədə saxlayıb. O, Faraday'nin maşınının ətrafını dolanaraq sürücü tərəfə bir neçə dəfə atəş açıb. Bu atışlardan heç biri Faraday'ə və ya Jensenə dəyməyib. Cütlük maşından çıxmağa cəhd edib. Jensen buna nail olub. Faraday çıxarkən qatil onun başına 22 kalibrli tapanca ilə atəş açıb. Hücum edən şəxs qaçmağa çalışan Jenseni təqib edib və onun kürəyinə 6 dəfə atəş açıb. Yalnız bir güllə hədəfdən yayınıb. Polis hücumun təxminən 2-3 dəqiqə ərzində davam etdiyini qeyd edib. Saat 23:10-da bir sürücü cütlüyün cəsədlərini görüb və dərhal polisə xəbər verib. Jensen hadisə yerində ölmüşdü. Faraday isə hələ nəfəs alırdı, lakin xəstəxanada dünyasını dəyişdi. Hadisənin şahidi yox idi və nə təkər, nə də ayaq izləri tapılmışdı. Polisin çıxara bildiyi yeganə nəticə bu idi ki, hücum bir dəli qatillik niyyəti ilə törədilib. Sonrakı aylarda aparılan geniş miqyaslı istintaqa baxmayaraq heç bir şübhəli tapılmadı. Qətillər mətbuatda geniş şəkildə işıqlandırıldı. Bütün şəhər şok içində idi. Darlene Ferrin və Michael Mojo 1969-cu il iyulun 4-də gecə yarısından az əvvəl güllələndilər. Ferrin yerli restoranda işlədiyinə görə Vallejoda tanınmış bir şəxs idi və Mojo ilə də orada tanış olmuşdu. 4 iyul tarixində hər ikisi evli olmalarına baxmayaraq görüşüblər. Saat 23:30-dan sonra Ferrinin evində bir telefon zəngi olub. Mojo təxminən saat 23:50-də öz evinə çatıb. Mojo evindən çıxandan biraz sonra cütlük açıq rəngli bir avtomobildə olan bir kişinin onları izlədiyini fərq edib. Ferrin Vallejodan çıxaraq Lake Herman yolu istiqamətində hərəkət edib. Gecə yarısından az əvvəl o avtomobilini Blue Rock Springs parkındakı boş dayanıcağa sürüb. Bura Lake Herman yolundan cəmi 3 kilometr məsafədə yerləşən başqa bir aşiq məhəlləsi idi. Ferrin dayanacağın girişindən təxminən 21 metr uzaqda maşını saxlayıb. Təxminən 24 metr sol tərəfdə başqa bir avtomobil park olunmuşdu. Sürücü farlarını söndürüb və hərəkətsiz vəziyyətdə oturub. Mojo onun kim olduğunu soruşub, lakin Ferrin narahat olmamasını deyib. Naməlum şəxs bir anda dayandıqları yerdən uzaqlaşıb. 5 dəqiqə sonra həmin şəxs geri qayıdıb. Mojonun avtomobilinin bir neçə metr yanında saxlayıb və maşından düşüb. Yaxınlaşarkən Ferrinin avtomobilinə fənərlə işıq salıb. Cütlük onun polis əməkdaşı olduğunu düşünərək Mojonun pəncərəsini açıb. Naməlum şəxs heç bir söz demədən avtomobilə 9 mm-lik tapanca ilə atəş açıb.
Güllələrdən biri Mojonun sağ qoluna, digəri isə Ferrinin boynuna dəyib. Mojo maşından çıxmağa cəhd edib, lakin qapının tutacağı yox idi. Hücum edən şəxs öz maşınına qayıdıb, qapını açıb və Mojonun onu görə bilmədiyi bir şey edib. Mojo avtomobildən çıxmağa çalışarkən həmin şəxs ona və Ferrinə daha 2 dəfə atəş açıb. Qatil tələsik şəkildə maşınına minib hadisə yerindən uzaqlaşıb. Qolf sahəsinin gözətçisi saat 00:10 radələrində atəş səslərini eşidib. Hücum edən şəxs özünə dair heç bir iz buraxmayıb. 3 gənc dayanacağa girərək yaralı cütlüyü görüblər və dərhal kömək çağırıblar. Polis saat 00:20-də hadisə yerinə çatıb. 20 dəqiqə sonra Ferrin xəstəxanada dünyasını dəyişib. Mojo isə sağ qalıb və hücum edən şəxsi təxminən 1,72 metr boyunda iri cüssəli ağdərili bir kişi kimi təsvir edib. O, təxminən 88-90 kiloqram çəkidə olduğunu, iri sifətli və açıq qəhvəyi, buruq saçlara malik olduğunu bildirib. Qatilin tünd rəngli paltar geyindiyi və eynək taxmadığı qeyd olunub. Bu təfərrüatlar şübhəlini müəyyən etmək üçün kifayət etməyib. Saat 00:40-dan bir neçə dəqiqə sonra Vallejo polis idarəsi mərkəzdən 2 blok məsafədə yerləşən bir taksifondan zəng qəbul edib. Xəttin o başındakı şəxs belə deyib: "2 qat qətl barədə məlumat vermək istəyirəm. Columbus Parkway yolundan şərqə doğru 1 mil gedin. İctimai park istiqamətində qəhvəyi rəngli bir maşında gəncləri tapacaqsınız. Onlar 9 mm-lik Luger tapancası ilə vurulublar. Keçən il o uşaqları da mən öldürmüşdüm. Sağ olun." Adətən silsilə qatillər törətdikləri cinayətlərdən sonra bir müddət dayanaraq hərəkətlərini düşünürlər. Yazıçılar Michael Keller və David Van Nuys, Lake Herman yolu ilə Blue Rock Springs hücumları arasındakı 7 aylıq fasilənin Zodiac üçün bir növ sakitləşmə və fasilə dövrü olduğunu irəli sürüblər. 1969-cu il avqustun 1-də Vallejo Times, San Francisco Chronicle və San Francisco Examiner qəzetlərinə Vallejoda baş vermiş hücumlara görə məsuliyyəti öz üzərinə götürən bir şəxsin yazdığı məktublar göndərildi. Hər üç məktub demək olar ki, eyni mətnə malik idi və belə başlayırdı. Keçən ilin miladında Lake Hermanda 2 yeniyetməni və bu il 4 iyulda qızı öldürən mənəm. Məktublarda çoxlu orfoqrafik səhvlər vardı və onlar Vallejoda baş vermiş 2 ayrı hücum arasında ilk konkret əlaqəni ortaya qoyurdu. Hər üç məktuba fərqli kriptoqram əlavə olunmuşdu. Bu üç kriptoqram birlikdə 408 simvoldan ibarət bir şifrə təşkil edirdi. Məktubu yazan şəxs iddia edirdi: "Bu şifrədə mənim şəxsiyyətim var." Orijinalda identity sözünü səhvən identity kimi yazılmışdı. O, göndərdiyi şifrələrin qəzetlərin birinci səhifəsində dərc olunmasını tələb edirdi. Əks halda belə hədələyirdi: "Bütün həftə sonu gecələr tək adamları öldürərək gəzəcəm. Sonra yenidən öldürməyə davam edəcəm. Nəhayət, həftə sonu ərzində bir yığın adam öldürənə qədər." Chronicle qəzetinin 2 avqust tarixli buraxılışında şifrə hissələrindən biri dərc olundu. Məqalədə Vallejo polis idarəsinin rəisi Jack Stills belə dedi: "Biz hələ məktubun qatil tərəfindən yazıldığına əmin deyilik. O, qatilin öz şəxsiyyətini sübut etmək üçün daha çox fakt göndərməsini istədi." Avqustun 4-də Examiner qəzetinə bir məktub daxil oldu və məktub belə başlayırdı: "Hörmətli redaktor, danışan Zodiac'dır. Bu məktub Zodiac obrazının ilk dəfə ortaya çıxmasını göstərdi. Bu, qatilin özünü bu ləqəblə adlandırdığı ilk hal idi." Mətbuata ünvanlanan bu ikinci məktubda qatil əvvəlkindən xeyli daha uzun və ətraflı yazmışdı. O, polis rəisi Stills'in hər iki qətlə bağlı daha çox məlumat istəyi ilə sevinclə razılaşmışdı. Michael Mojo'ya necə atəş açdığını incə detallarla təsvir etmişdi. Qolf sahəsinin nəzarətçisindən bəhs etmişdi. Lake Herman Road hücumu ilə bağlı isə silahına fənər yapışdırdığını və bununla da qaranlıqda daha sən nişan aldığını açıqlamışdı. Bütün bunlar polisə məlum olan incə məqamlar idi. 4 avqust məktubunda həmçinin istintaqçılara Z408 şifrəsindən yenidən baxmağa tövsiyə edirdi. Qatil belə yazmışdı: "Onu deşifrə etdiklərində məni ələ keçirmiş olacaqlar." Şifrənin deşifrə olunmuş mətni Zodiac'ın şəxsiyyətini ortaya çıxarmadı. Həm FTB, həm də MKI Z408 şifrəsini deşifrə etməyə çalışdı. Lakin 5 avqustda bu şifrə Salinas şəhərində yaşayan Donald və Betty adlı bir cütlük tərəfindən açıldı. Onlar kriptoqraf deyildilər. Betty mətndə kill, öldürmək sözünün olacağını düzgün təxmin edərək bir üsul tətbiq etdi. Mesajda çoxlu orfoqrafik səhvlər var idi və mətn Richard Connellin 1924-cü ildə yazdığı Ən Təhlükəli Oyun adlı qısa hekayəyə istinad edirdi. Zodiac adam öldürməyi axirət həyatı üçün qullar toplamağın bir yolu kimi izah edirdi. Z408 şifrəsinin deşifrə olmuş tam mətni belə idi: "Mən insanları öldürməyi sevirəm, çünki bu çox əyləncəlidir.
Bu meşədə vəhşi heyvanları öldürməkdən daha əyləncəlidir. Çünki insan ən təhlükəli heyvandır. Nəyisə öldürmək mənə ən həyəcanlı hissi verir. Bu hətta bir qızıla yatmaqdan daha üstündür. Bunun ən yaxşı tərəfi odur ki, mən öldükdə cənnətdən yenidən doğulacağam və öldürdüyüm hər kəs mənim axirət qullarım olacaq. Mən sizə adımı verməyəcəm. Çünki siz mənim axirət üçün qul toplamağımı yavaşlatmağa və ya dayandırmağa çalışacaqsınız. Vallejo Polis Departamenti mesajın psixoloji təhlili üçün Vasavil şəhərindəki Kaliforniya tibbi müəssisəsində çalışan bir psixiatrdan rəy istədi. Həkim, yazarın ruhani qullar toplamaq fantaziyasına əsaslanaraq özünü hər şeyə qadir hesab etdiyini müəyyən etdi. Təhlildə Zodiak adətən tənhalığı və qaranlıq düşüncələri ilə seçilən biri kimi təsvir olundu. Psixiatr həmçinin qatilin qətli cinsəllikdən üstün tutmasını, onun yetərsizliyini ifadə edən bir əlamət ola biləcəyi ehtimalını irəli sürdü. 1969-cu il sentyabrın 27-sində saat 16:00 radələrində Pacific Union College tələbələri Brian Hartnell və Cecilia Shepard Lake Berryessa gölünün yaxınlığında Twin Oak Ridge ilə qum körpüsü vasitəsilə birləşən kiçik adacıqda piknik edirdilər. Bir qədər sonra Shepard onları izləyən bir şəxsi gördü. O, ağacın arxasında dayanmışdı. Qara paltar geyinmişdi. Cəllad tipli başlıq və gün eynəyi ilə qorxulu bir mənzərə yaratmışdı. Onun sinəsində isə 3 düym ölçüsündə ağ simvol olan önlük vardı. Əlində silahla cütləyə yaxınlaşdı. O, gənclərə mühafizəçini öldürərək həbsxanadan qaçdığını və Meksikaya getmək üçün onların avtomobilinə və puluna ehtiyacı olduğunu dedi. Shepardı bağlamamışdan əvvəl Zodiak Hartnelli öncədən kəsilmiş plastik paltar ipi ilə bağlamaq üçün Sheparda göstəriş verdi. Daha sonra düyünlərin boş olduğunu görüp Hartnellin iplərini özü sıxdı. Hartnell hələ də soyğunçuluğa məruz qaldıqlarını düşünürdü. Ta ki Zodiak bıçaq çıxarıb onlara hücum edənə qədər. Hartnell bədənindən 6 bıçaq zərbəsi, Shepard isə 10 zərbə aldı. Zodiak müstəntiqlərin araşdırma apara bilməsi üçün bir neçə ayaq izi buraxaraq Knoxville yoluna doğru 500 metrə yaxın getdi. Qatil Hartnellin avtomobilinin qapısına qara markerlə simvol çəkdi və altına bu cür yazdı: Qurbanların çığır-bağırlarını eşidən bir balıqçı və onun oğlu kömək dalınca getdilər. Hartnell ipdən azad olmaq üçün Shepardın bağlarını dişləri ilə açdı və Shepard onu azad etdi. 2 park mühafizəçisi gəldi və hücuma məruz qalan cütləyə təcili yardım gələnə qədər ilkin yardım göstərdi. Müstəntiqlər hadisə yerində idi. Shepardın huşu yerində idi və hücum edən şəxsin ətraflı təsvirini verdi. O və Hartnell Napa xəstəxanasına aparıldılar. Shepard yolda komaya düşdü. O bir daha ayılmadı və 2 gün sonra dünyasını dəyişdi. Hartnell sağ qaldı və yaşadığı hadisəni mətbuata danışdı. Həmin gündən əvvəl bir neçə nəfər tərəfindən Berryessa gölü ətrafında şübhəli bir kişi müşahidə olunmuşdu. Bir diş həkimi və onun oğlu uzaqdan onlara baxan kök bir kişini gördülər. Kişi daha sonra tələsik şəkildə uzaqlaşdı. Saat təxminən 14:50 radələrində 3 qadın gölə gedərkən qəribə bir kişini gördülər. Günəş vannası qəbul etmək üçün dayandıqları zaman həmin adamı yenidən gördülər. Onlar Zodiak olduğunu zənn etdikləri şəxsi geyimsiz şəkildə görə bildikləri üçün Napa Valley Register qəzetinin fotoqrafı Robert Mackenzie ilə birlikdə Identikit adlı üz tanıma cihazından istifadə edərək kompozit portret hazırladılar. Polis bu təsviri digər mümkün şahidlərə də göstərdi. Zodiak cinayət yerindən təxminən 27 mil uzaqda, Napa şəhərinin mərkəzində yerləşən bir avtomobil yuma məntəqəsinə getdi. Oradakı taksofon vasitəsilə saat 19:40-da Napa Şerif İdarəsinə zəng edərək dedi: Bir qətil yox, 2 qat qətil bildirmək istəyirəm və cinayəti etiraf etdi. Telefonun dəstəyini yerinə qoymadı. Bir neçə dəqiqə sonra Kvon radiosunun müxbiri Pat Stanley telefonun dəstəyini asılmamış vəziyyətdə tapdı. Taksofon Şerif İdarəsinə bir neçə küçə aralıda yerləşirdi. Detektivlər telefondan ıslanmış bir ovuc izini götürə bildilər, lakin onu heç bir şübhəli ilə uyğunlaşdıra bilmədilər. Zodiak tərəfindən törədildiyi təsdiqlənmiş son qətil Lake Berryessa hücumlarından 2 həftə sonra baş verdi. Oktyabrın 11-də saat 21:40 radələrində San Francisco şəhərinin mərkəzində Zodiak bir taksini saxlatdı. Taksi sürücüsü doktorantura tələbəsi Paul Stein idi. Qatil onu Preside Heights məhəlləsinə aparmaq istədi. Taksi Washington və Maple küçələrinin kəsişməsinə çatdıqda qatil bir blokda irəli getməyi tələb etdi. Təxminən saat 21:55-də Washington və Cherry küçələrinin kəsişməsində Zodiak Stein'i tapança ilə başından vurdu və onun pul kisəsini və maşının açarlarını götürdü. Hadisə taksinin dayandığı küçənin qarşısındakı evdən 3 yeniyetmə tərəfindən göründü. Küçə işıqları altında Zodiak'ın üzü aydın görünürdü. Yeniyetmələr
onun avtomobili sildiyini və Stein'in geyimlərini eşələdiyini gördülər. Qatilin sağ əlindən 2 natıman barmaq izi avtomobildə qaldı. O taksiyə baxdığı zaman uşaqlar San Fransisko polis idarəsinə zəng etdilər. Onlar cinayətkarı iri bədənli, tünd və ya qara gödəkçəli ağdərli kişi kimi təsvir etdilər. Lakin dispetçer səhvən polisə şübhəlinin qaradərili olduğunu bildirdi. Polis idarəsinə edilən zəngdən cəmi 2 dəqiqə sonra yaxınlıqda olan 2 patrul zabiti radio məlumata cavab verdilər. Onlar tünd geyimli, ağdərli bir kişini Presid hərbi bazasına doğru şimala gedərkən gördülər. Maşını onun yanında saxlayıb şübhəli bir şey görüb görmədiyini soruşdular. Həmin şəxs bir kişinin əlində silahla şərq istiqamətində qaçarkən gördüyünü dedi. Polislər tələsik həmin şəxsin dediyi əraziyə doğru uzaqlaşdılar. Daha sonra Zodiac məktubda 2 polislə danışan şəxsin özü olduğunu demişdi. Polis hadisə yerinə çatanda Stein'in artıq öldüyü müəyyən edildi. San Fransisko polis idarəsi ərazidə, o cümlədən Presid yaxınlığında axtarış apardı. O vaxtadək Zodiac'ın artıq ərazidən avtomobillə uzaqlaşdığı ehtimal olunur. Polis əvvəlcə qətli qarət nəticəsində baş vermiş hadisə kimi qəbul etdi. Lakin Zodiac 13 oktyabrda San Francisco Chronicle qəzetinə Paul Stein'in qanlı köynəyindən bir parça göndərdi. O, bunu bir məktubun içərisində yollamışdı və məktubda qətlə öyünərək gizlicə polisin onu axtarmasını seyr etdiyini iddia etmişdi. Zodiac həmçinin məktubda bir məktəb avtobusunun təkərini vuracağını və uşaqları avtobusdan düşərkən öldürəcəyini demişdi. Hadisəni görən yeniyetmə şahidlər Stein'in taksisinin yanında gördükləri kişinin portretini hazırlamaq üçün polis rəssamına kömək etdilər. Hadisə yerinin yaxınlığında şahidlə danışan 2 patrul zabiti sonradan həmin şəxsin Zodiac ola biləcəyini anladılar və şübhəlinin təsvirinin hazırlanmasında da iştirak etdilər. Detektivlər Bill Armstrong və Dave Toschi bu işə təhkim olundular. Toschi işi demək olar tək başına aparmağa başladı və potensial şübhəlilərlə bağlı 8 dolablıq material topladı. O, 1976-cı ildə Associated Press agentliyinə açıqlamasında Zodiac'ın məktublarını ego oyunu adlandırdı. Toschi inanırdı ki, qatil San Fransisko körfəzi ərazisində yaşayır. O, həftə sonlarında qatildir. Niyə bazar ertəsindən cümə axşamına qədər ortadan yox olur? İşi ilə evinin yaxınlığında qalmağa məcburdumu? Məncə o, adi, çox da diqqət çəkməyən bir işdə çalışır. Cəmaət arasında rahatlıqla gizlənir. Mən düşünürəm ki, o kifayət qədər ağıllıdır və məktublarında çoxlu yazı səhvlərinə baxmayaraq təhsillidir. Zodiac işi üzərində 7 il işlədikdən sonra Toschi anonim məktublar yazaraq öz istintaq işini tərifləməyə başladı.